Zaman maşını qurultu ilə Əlövsət dayını 16-cı əsrə atıb yoxa çıxır. Dayı ətrafda qızılbaş bayraqları, atlı süvarilər görür. O an başa düşür. Yerinə keçdiyi şəxs 14 yaşında, yaşından böyük işlər görüb, tarixi dəyişən lider Şah İsmayıl Xətaidir. Şah İsmayıl qılıncla fəth edib, sözlə tərəfdarlarını ruhlandırır. Qızılbaş ordusu onun ardınca ölümə gedir. Nəhəng toplar və süvarilər divarları aşır, Təbriz alınır və paytaxt olur. Səfəvi dövləti rəsmi olaraq 1501-ci ildə qurulur. Mərkəzləşdirmə işləri, ordunun təşkili və idarəsi kimi işlər görülür. Tarix sürətlə irəliləyir. Yavuz Sultan Səlimin ordusu ilə müharibəyə gəldiyini eşidən Şah Əlövsət Xətai ordusunu hazırlayıb qarşılıq vermək üçün döyüş yerinə yollanır. 1514-cü il Çaldıran ovası. Osmanlı topları və Səfəvi süvariləri üz-üzə dayanır. Əlövsət dayı kənardan baxıb deyir: "Bu döyüşü udan da itirir, uduzan da. İki türk ordusu, qardaşın qardaşa kini. Türk tarixində görülməmiş qırğına səbəb olur. Qılınclar toqquşur, toplar partlayır, türk igidlərinin qana axan ovada illərlə ot bitmir. Qanlı döyüş bitir, Osmanlı ordusu qalib gəlir. Amma qardaş qırğını daim yaddaşlarda qalır." Əlövsət dayı başını yelləyərək pıçıldayır: "Məncə biz birləşib cahanı məğlub edə bilərdik." Birdən zaman maşını yenidən işə düşür. Ətraf işıldayır, Əlövsət dayı qorxu ilə deyir: "Maşın, məni tez apar buradan." O yox olur, amma tarix olduğu kimi qalır. Tarixi macəraları qaçırmamaq üçün videonu bəyənin, kanala abunə olun və şərhlərdə yazın. Sizcə, Əlövsət dayı növbəti dəfə hansı tarixi ana şahidlik edəcək?